Baş. Ben rekordu başlattım. Sözü verim sizə. Siz başlayın. Təşəkkür edirəm. Hər kəsi salamlayıram. Axşamınız xeyir olsun. Əvvəlcə özümü təqdim edeyim, yoxsa siz təqdim eləmisiniz? Ayə Yox, xanım. bizə ad soyadınızı demişəm. Siz özünüz haqqında ətraflı məlumat verə bilərsiniz. Özüm haqqında məlumat vermək istəyirəm. Bakı Dövlət Universitetinin Mexanika Riyaziyyat Fakültəsinin Riyaziyyat müəllimliyi ixtisasını bitirmişəm. Gülər Süleymanova. Hazırda 4 ildir ki, pedaqoji fəaliyyətlə məşğulam. Artıq 4-cü ilimdəyəm. Bu illər ərzində təcrübələrimə əsaslanaraq, yəni belə bir təlim keçirmək qərarına gəldik və sizin təklifiniz də tam yerinə düşdü. Mən burada həm orta məktəb proqramında, həm də hazırlıq proqramında şagirdlərin dərsə cəlb olunması haqqında danışmaq istəyirəm. İstəyirəm əvvəlcə mən danışım, daha sonra sual-cavab interaktiv formada davam eləyək. Yəqin ki, burada qoşulan bir çox şəxs müəllim olduğu üçün bizə daha rahat olar. Görüntü açmaq mümkündürsə görüntü açarsınız, mümkün deyilsə də problem yoxdur. Yəni mümkündürsə açın, mən sizə görüm. Gəlin əvvəlcə orta məktəb proqramı haqqında danışaq. Orta məktəb proqramında bilirsiniz ki, şagirdlər daha çox olur. Yəni bir müəllim sinifə daxil olduğu zaman sinifdə ən az 20, ən çox da 35 şagird görə bilir. Bu zaman hər bir şagirdin müxtəlif xarakteri olur və müəllim müşahidə aparmalıdır. İlk öncə müşahidə qabiliyyəti olmalıdır müəllimdə. Temperamentlərə fikir verməlisiniz şagirdlərdə ki, həmin şagirdlər hansı xarakterə malikdir, o şagirdlərlə necə işləmək olar? İlk öncə müşahidə vacib şərtdir. Sinifdə olan şagirdlər də bir neçə səviyyələrə bölünür. Gəlin birinci o səviyyələr haqqında danışaq. Mən onları qruplaşdırmışam. Birinci səviyyə şagirdlər yüksək cəlb olunma səviyyəsində olan şagirdlərdir. Yəni bir növ nümunəvi şagirdlər. Nümunəvi şagird necə olur? Yüksək diqqətə malik olur, yüksək bağlılığı olur dərsə qarşı, bir də dərsə qarşı ciddi yanaşır. Yəni onun üçün dərs həm həvəsli bir şəkildə qoşulur o dərsə, həm yüksək bağlılığı olur, həm də diqqəti olur. Yəni heç kim onu məcbur etmir ki, bu dərsi öyrən. Belə şagirdlər çox yaxşı uğur nəticə əldə eləyir. Yəni müəllimin göz bəbəyi olur da, belə deyim. Bu şagirdlərlə işləmək asandır. Çünki onlar zaten özləri üzərində işləyir və aktivdirlər. Və onlar üçün problem deyil. Əgər müəllim ona qiymət yazmayıb bugün, onun üçün problem deyil. Yəni növbəti dərs yenə öz dərsini oxur, yenə hazırlıqlı gəlir. Çünki dərk eləyir ki, o bir məqsədə malikdir və bu məqsəd üçün bu dərsləri oxumalıdır. Yəni sevdiyindən oxuyur, belə deyim. İkinci tip şagirdlər isə strateji uyğunlaşma tipində olan şagirdlərdir. Strateji uyğunlaşma nədir? Yəni ki, bu şagirddə yüksək diqqət var. Amma aşağı həvəs və aşağı bağlılıq var. Bu nə deməkdir? Yəni diqqət məcburi şəkildə formalaşıb onda. O istəyir ki, məsələn, bir məqsəd qoyub qarşısına, sizin tədris etdiyiniz fənnə qarşı onda maraq yoxdur. Tutaq ki, riyaziyyat müəllimisiniz. Bu uşaq olmaq istəyir tarixçi və yaxud jurnalist. Riyaziyyata marağı yoxdur da, amma diqqətlə sizə qulaq asır. Sizi dinləyir, sizin dərsinizə maraq göstərir. Çünki o bilir ki, məsələn, imtahanda riyaziyyat ona bal verəcək. Bunun üçün ciddi yanaşır və belə şagirdlər adətən aşağı həvəsə malik olsa da, çalışır ki, nəticə əldə eləsin və tez həvəsdən düşə bilirlər. Bunun üçün də gərək müəllim ona daim tərif yağdırsın və yaxud daim diqqət mərkəzində saxlasın və yaxud valideyn onu daim tərifləsin, daim ona diqqət göstərsin ki, sən nə yaxşı ki, bunu oxumusan, sən nə yaxşı ki, bunu eləmirsən, bu tip şagirdlərdir, belə deyim. Bu tip şagirdlər məcbur olduğundan, yəni məqsədinə çatmaq üçün sizin dərsinizə maraq göstərir. Üçüncü tip şagird nə üçün oxuyur? Baxın, üçüncü tip şagirddə nə diqqət var, nə sizin fənnə qarşı həvəs var, nə də maraq var. Düzdürmü? Bağlılıq da yoxdur. Yəni bu üç xarakter bu insanda yoxdur, bu şagirddə yoxdur. Amma məcburiyyət şəklində oxuyur. Səbəb sizcə nə ola bilər? Oxuyur da yəni bu uşaq. Amma nə diqqəti var, nə bağlılığı var, nə də həvəsi var. Sizcə niyə oxuyur? Kimsə demək istəyirsə buyursun. Salam müəllimə, axşamınız xeyir olsun. Olsun. Mən Zəminə müəllimə. Sağ olun. Demək, çox gözəl xatırladım. Eyni belə bir təlimdə olmuşdu. O təlimdə bizə verilən məlumatlardan, daha sonra özümün də təcrübələrindən yola çıxsaq, bu tip uşaqlarda adətən evdə ailəni razı salmaq üçün oxuyurlar. Ananı və ya atanı, bir də mütləq və mütləq müəllimə nə üçün razı salmağa çalışırlar? Elə ailələr var ki, oxu sənə qarşılığında bunu alacağam, oxu qarşılığında sənə onu alacağam.
Məsələn, mənim özümün oğlum 10-cu sinifdə oxuyur. Allah bütün övladların yolunu açıq eləsin. İçində də mənim övladım var. Məsələn, bəzən deyəndə ki, ana mən bu qədər bal toplayacağam, mənə filan şey al. Düzdür, deyirəm alacağam, amma ardıcı da deyirəm ki, sən oxuyub təhsili özün üçün alırsan. Yəni, mən sənin əməyini dəyərləndirmək üçün bunu alaram. Çünki xoşdur səni oxumağını görmək. Amma bir şey yadında saxla ki, sən təhsili özün üçün alırsan. Amma elmi statistikalar göstərir ki, bu cür şagirdləri xarakterizə eləyəndə bizə verilən məlumat bu olur ki, adətən bu tip uşaqlar öz ailələrini razı salmaq və qarşılığında almaq üçün oxuyurlar. Hörmətli təlimçimiz, təlim üçün də sizə təşəkkür edirəm və uğur arzu edirəm. Cavab verdiyiniz üçün tamamilə düz vurğuladınız. Yəni sırf valideyni razı salmaq üçün, sırf müəllimi razı salmaq üçün, yəni özü üçün oxumur bu insan. Sadəcə olaraq ətrafdaşları düşündüyü üçün. Məsələn, düşün ki, valideynim mən üçün əziyyət çəkir, qoy oxuyum, qoy bir yerə qəbul olum. Bəlkə sevmədiyi bir ixtisasda da oxuyur. Yəni sırf valideyni razı salmaq üçün. Yəni belə şagirdlər oxuyur. Qeyd etdiyim bu 3 tip şagird aktiv sinif qrupundadır. Yəni istər yüksək cəlb olunmadakı, istər strateji uyğunlaşmadakı, istər də ənənəyə uymaq deyirik biz bu üçüncüyə. Yəni bunlar üçü də aktiv uşaqlardır. Bir də gəlirik aktiv olmayan uşaqlar. Dördüncü tip şagirddə necə olur? Geri çəkilmə adlanır bu səviyyə. Geri çəkilmə səviyyəsində olan şagirdlər nə həvəs var, nə diqqət var. Yəni bunların heç biri yoxdur. Tamamilə sıfır səviyyəsindədir. Nə də bağlılıq var. Amma heç kimə də mane olmur. Yəni sadəcə bitkisel həyat dediyimiz durur, mövcuddur, amma var deyil də. Yəni sinifdə belə bir şagirdin olduğu belə bəlli olmur. Yəni bu tip şagirdlər adlanır geri çəkilmə səviyyəsində olan şagirdlər. Gəldik xaos səviyyəsində olan şagirdlər. Xaos səviyyəsində olan şagirdlər demək olar ki, müəllimlərin ən sevmədiyi tip şagirdlərdir. Bu uşaqlar oxumamaqları ilə yanaşı sinif yoldaşlarına da mane olur. Yəni nə imkan verir onlar oxusun, nə də özləri oxuyur. Yəni bildiyiniz kimi 5 səviyyə biz ölçdük. Bu səviyyələri tanış elədim sizlə. Gəlin görək bu səviyyədəki uşaqlarla necə işləmək lazımdır. Deməli, dərsdə fəallığı artırmaq üçün əvvəlcə qeyd elədim, axı müəllim müşahidəçi olmadı. Tamam, biz müşahidə etdik. Şagirdləri müşahidə edib bildik ki, hansı şagird hansı səviyyədədir. İndi bəs nə edək? Tutaq ki, sinifə daxil oldunuz, dərs keçməlisiniz, ilk dərsinizdir. Mən tövsiyə edirəm ki, müəllimlər ilk dərsdə birbaşa dərsə keçid etməsinlər. Yəni necə? Sinifə daxil olduqdan sonra, özünüzü təqdim etdikdən sonra bir uşaqları da tanımağa cəhd göstərin. Başa düşürəm, məsələn, ilk 45 dəqiqə ərzində bunu mümkün deyil də, yəni vaxt çatdırmaq olmur. Zamanı bölərək də etmək olar və yaxud elə bir dərsi buna ayırmaq olar. Bu həm şagirdlərdə sizə qarşı maraq yaradır. Yəni bu müəllim kimdir? Bu müəllim bizə nə dərs keçəcək? Biz ondan nə öyrənəcəyik? Biz ondan dost ola biləcəyikmi? Yoxsa belə ancaq dərs keçib çıxıb gedəcək? Yəni şagird də istəyir ki, müəllimdən bir şey öyrənsin. Dərs belə öyrənməsə, müəllimlər şagirdə həyatı öyrədə bilir. Məsələn, biz özümüz də istər peşə seçimində olsun, istər həyatın hər hansı bir hissəsində daim müəllimlərimizi xatırlayırıq. Məsələn, mən özüm riyaziyyat müəllimi olmağımın səbəbi öz müəllimimi ideal götürməyim olub ki, görmüşəm müəllim şagirdlə necə davranır, bizə necə dərs keçir. İstər-istəməz ona özümü təlqin etmişəm, ideal götürdüyüm üçün. Və zaman-zaman görmüşəm ki, mən də onun kimi olmaq istəyirəm, mən də onun kimi davranmaq istəyirəm, mən də onun kimi öyrədə bilirəm. Baxın, bu mənim peşə seçimimdə, gələcək həyatımda çox böyük önəm daşıyır. Yəni siz müəllim olmamışdan qabaq şagird üçün bir yol göstərənsiz, bir istiqamət verənsiz, həm də ümid mənbəyisiz. Şagird sizə ümid dolu gözlərlə baxır. Məsələn, biz birbaşa yanaşanda şagirdə ki, sən yaxşı oxuyansan, sən pis oxuyansan. Artıq istər-istəməz uşaq deyir ki, mən zaten pis oxuyanam, mənim artıq oxumağıma ehtiyac yoxdur. Yaxşı oxuyan da deyir, mən yaxşı oxuyanamsa, vəssalam, deməli hər şeyi bilirəm. Amma biz çalışmalıyıq ki, bu zəif şagirdləri, özünə inamı olmayan şagirdləri də cəlb eləyə bilək axı dərsə. Deməli, başda tanış olduq şagirdlərlə. Onların maraqlarını öyrəndik. Dərslə bağlı olmasa da olar. Məsələn, hobiləri nələrdir? Böyüyəndə nə olmaq istəyir? Hansı fənlərə marağı var? Məsələn, hansı fəndən heç xoşu gəlmir? Yəni, bunları öyrənmək lazımdır ki, uşaq haqqında həm sizdə fikir formalaşsın, həm də uşaq sizə qarşı daha qayğıkeş yanaşsın ki, mənlə maraqlanır. Bu birinci mərhələ. İkinci mərhələdə isə buraxılmış məlumat məsələsidir. Buraxılmış məlumat nədir? Artıq dərs keçməyə başlamısınız. Tamam, tanıdınız, dərsə başlamısınız. Dərsə başlayanda mövzunun başlığını verib dərsi izah etməyin.
Mövzu haqqında uşaqlarda bir fikir yaratmaq lazımdır. Məsələn, bir izah verin, daha sonra deyin, sizcə bu nə deməkdir? Yəni mövzu ətrafında bir izah verin. Şagird o mövzunu özü tapsın ki, bugün söhbət nədən gedir? Yəni iştirak etsin. Üçüncü mərhələ isə exotexnika mərhələsidir. Bu exotexnika mərhələsində yəqin ki, məktəb vaxtından xatırlayarsınız. Həmişə bir şagird danışanda sinifdə əgər səs-küy varsa, müəllim qayıdıb deyir ki, filan kəs dur və sən ardını davam elə və yaxud sən o nə dedi təkrarla. Baxın, bu texnikaya deyirik exotexnika. Exotexnikada məsələn bir şagird sizin verdiyiniz suala cavab verirsə və sinifdəki şagirdlər ona qulaq asmırsa, həmin şagirdləri dərsə cəlb etmək üçün siz ixtiyari bir insanı qaldırıb, yəni şagirdi qaldırıb sual verirsiniz. Sinif yoldaşınızın dediyini təkrarlayın. Əgər o təkrarlaya bilməsə, artıq sinifdə digər uşaqlarda çaxnaşma yaranır ki, müəllim nə sual verdi, bir-birinə sual verirlər. Fikirləri dərsə yönəldini, başlayırlar sualın cavabını axtarmağa. Həm dərsi öyrənmiş olurlar, yəni sizin verdiyiniz sualın cavabını öyrənmiş olurlar, həm də dinləməyə başlayırlar. Məsələn, şagird cavab verdi, digəri səhv cavab verdisə, digəri düzəltdi və siz yenidən təkrar etdirirsiniz. Exo nə deməkdir? Əksdə, yəni əks səda kimi. Təkrar elətdirirsiniz. Başlayırsınız bütün sinifdən məsələn müəyyən bir qismindən soruşmağa. Nə oldu? Verdiyiniz sualın cavabı bütün sinif öyrənmiş oldu. Yəni dərsə, biliyə maraq yarandı onlarda və sizi dinləmiş oldular. Bu exotexnika prosesində keçərlidir. Bir də şagird zənciri. Şagird zənciri də xüsusən də biz ədəbiyyat dərslərində xatırlayıram, bizim müəllimlərimiz lövhəyə birini çıxardırdı, zəncir oradan yaranır. Məsələn, bir şagird dərsi danışır, daha sonra digər şagirdlər həmin dərsin ardını danışır. Artıq bütün şagirdlər sinifdə dərsə qulaq asır. Çünki bilmirlər, müəllim kimi qaldıracaq. Və hər bir şagirddə o bayaq sadaladığımız temperamentlər var idi. Temperament dediyində, yəni səviyyələr var idi. Həmin səviyyələrdəki şagirdlər xüsusilə, indi ilk 3 səviyyədən söhbət gedir. Həmin səviyyədəki şagirdlər artıq istəyir ki, diqqətli olsunlar. Çünki onlarda diqqət var idi. Müəllim bizi qaldıra bilər də, yəni durub dərs danışa bilərik. Ona görə həm dərsə qulaq asırlar, həm şagirdə qulaq asırlar. Bu formada artıq onları dərsə cəlb etmiş oldunuz. Bu orta məktəb proqramında belə keçərlidir. Və xüsusilə də mən diqqət etdiyim məqamlardan biri də şagirdləri analiz etdikdən sonra çalışın onlara fərdi yanaşın. Yəni vaxt olduqca, vaxt çatdıra bildikcə. Başa düşürəm ki, məktəb proqramı çətindir. Yəni 45 dəqiqə ərzində həm şagirdi tanıyım, həm ona vaxt ayırım, həm dərsimə vaxt ayırım, həm jurnal yazım. Bunlar çətin proseslərdir. Amma il boyu yəni müşahidə edib şagirddə fənnə qarşı maraq yaratmaq, həyata qarşı da maraq yaratmaq lazımdır. Yəni ola bilər ki, o sizin fənninizi öyrənməz, amma gələcəkdə sizin sözlərinizdən bir dərs çıxara bilər. Yəni bu şəkildə şagirdləri özünüzə cəlb etməlisiniz. Fənninizi sevməsə də olar. Yəni əsas odur, sizi bir insan olaraq özünə yaxın görsün, dost görsün və sizdən bir şeylər öyrənsin. Bu məktəb proqramı çərçivəsindədir. Sualınız yoxdursa, mən hazırlıq proqramı çərçivəsində danışmaq istəyirəm. Sual olan var? Yəni məktəb proqramından sualınız varsa, buyurun. Yoxdursa, keçin. Yoxdur demək ki. İndi danışaq hazırlıq proqramında. Hər bir müəllim məktəbdə dərs keçməzdən əlavə, yəni mən özüm məsələn 1-ci kursdan etibarən repetitor kimi fəaliyyət göstərirdim. Çünki belə bir məqam var. Yəni biz universitetdə heç vaxt ixtisasımızı öyrənmirik. Necə? Yəni ali səviyyədə öyrənirik və o bizə məktəb proqramında lazım olmur. Ali səviyyədə öyrəndiyimiz riyaziyyat, məsələn riyaziyyat müəllimi olduğum üçün riyaziyyatdan danışım. Ali səviyyədə öyrəndiyimiz riyaziyyat bizim məktəb proqramımıza heç bir aidiyyəti olmadığı üçün siz 1-ci kursdan etibarən müəllim kimi fəaliyyət göstərə bilərsiniz. Əgər özünüzə inamınız tamdırsa, əgər məsələn öz metodlarınıza güvənirsinizsə, təcrübə yığmağa başlaya bilərsiniz. İlk öncə başlaya bilərsiniz kiçik siniflərdən. Kiçik siniflər daha rahatdır. Həm onları tanımaq üçün, həm şagirdlə işləməyi öyrənmək üçün, yəni daha rahatdır. Zaman-zaman təcrübəniz artdıqca böyük siniflərlə də işləmək sizin üçün çətin olmayacaq. Mən deyərdim ki, böyük siniflərlə işləmək daha rahatdır, nəinki balaca siniflərlə işləmək. Çünki böyük siniflər artıq böyükdür, dərk eləyir və sizi incitmirlər. İndi mən Instagram səhifəmdə tez-tez müşahidə edirəm. Müəllimlər yazır ki, bəs müəllimə, mən də dərs keçirmək istəyirəm, amma şagird cəlb edə bilmirəm. Gələn şagirdlər də məndən çıxır, qalmırlar. Bilmirəm nəyə görədir. Məncə bunun əsas səbəblərindən biri şagirdə həmin fənnə qarşı maraq oyatmamaqdır və yaxud onun maraqlarını dinləməməkdir. Yəni sırf
birbaşa dərsə keçəcəksinizsə, o şagird düşünəcək ki, bu dərs monotondur. Yəni monoton bir dərs heç vaxt maraqlı olmur. Şagird axtarır ki, daha maraqlı olan bir müəllim olsun. Həm özü maraqlı olsun, nətər, yəni dərsi maraqlı keçə bilsin, həm də fənnini bizə sevdirsin. Məsələn, məndə elə şagirdlər olur ki, zəif şagirdlərlə daha çox işləyirəm. Mənə görə güclü şagirdlə işləmək çox rahatdır və müəllimin potensialını güclü şagird ortaya çıxartmır. Yəni bu acı reallıqdır. Tutaq ki, zaten 90 ballıq səviyyədə olan bir şagird gəlir və o imtahanda 100 bal toplayır. Tutaq ki, bu müəllimin uğurudur əlbəttə ki, amma 30%lik müəllimin uğurudur. Çünki zaten bu şagird oxuyurdu. Zaten müəllim yanına gəlməsə, başqa müəllimin yanına getsə də bu şagird bu bal toplayacaq. Əsas məsələ müəllimin öhdəsindən düşür zəif uşaqlarla işləmək. Zəif uşaqlarla işləmək bir o qədər çətindir. Yəni asan uşaqlar, yəni güclü uşaqlar qədər asan deyil, belə deyim. Zəif uşaqlarda özünüzə çəkmək üçün, yəni dərsinizi maraqlı etmək üçün birinci onda ümid verməlisiniz ona. Ki, yəni sən bacaracaqsan. Hər dəfə biraz onun irəliləyişini ona göstərməlisiniz. Bax, keçən dəfə belə idi, bu dəfə belə oldu. Keçən dəfə bunu yaza bilməmişdim, bu dəfə sərbəst yazmısan. Keçən dəfə, məsələn, mən dərs prosesi zamanı zəif uşağa deyirəm ki, sən bunu yaza bilmirsən, yoldaşına izah elə. Artıq uşaqda özgüvən yaranır. Mən sualı müəllim qədər izah edə bildim. Demək, mən bacara bilirəm. Demək, mən öyrənə bilirəm. Gördünüzmü, zəif uşaq necə özünə özgüvən yaradır, ümidlənir ki, aha, mən bacaracam. Mən gələn dəfə biraz daha yaxşı oxusam, demək ki, hər şey eləyə bilərəm. Baxın, özgüvən yarandı. Əgər mən ona desəm ki, sən bacarmazsan, sən eləyə bilməzsən, qoy yaxşı oxuyan izah eləsin. Həmişə məsələn tutaq yaxşı oxuyan uşaqdan soruşsam, zəif oxuyanlar qalacaq kənarda və həmişə də elə qalacaq. Yəni güclü olmayacaq, belə deyim. Məsələn, mənim bir şagirdim var idi, Fatih adlı şagirdimdir. Deməli, şagird bitkisel həyatda bayaq dediyim şagird tiplərindən idi. Yəni ki, nə dərsdə marağı var, nə bağlılığı var. Sadəcə mövcuddur. Yəni heç məcburiyyəti də yoxdur. Valideyndən çəkinib də oxumur. Amma deyir ki, valideynim göndərib gəlmişəm, məcburam. Deyirəm ki, bəs sənin bir məqsədin yoxdurmu? Nə olmaq istəyirsən? Deyir, heç nə, bilmirəm. 5-ci qrupa hazırlaşıram, bilmirəm nə olacam. Deməli, şagirdin özündə başladım maraqlarını soruşmağa, başladı danışmağa, həvəslə bir şəkildə hər şeyi danışmağa başladı. Gördüm ki, bu insanın oxumağa marağı olmasa da, məsələn, idman yönümlü marağı var. Və o sahə üzrə istəyir, amma bunun üçün də əlbəttə ki, bal toplamalıdır da. Məsələn, 5-ci qrupda da müəyyən bala ehtiyac var. Və başladım bu uşağa fərdi yanaşmağa. Əvvəlcə valideyni ilə işlədim. Valideynə bildirdim ki, sizin uşağınız bu səviyyədədir, amma potensialı var. Nətər? Məsələn, dedim, qaydanı yanımda öyrən. Oturduq, qaydanı öyrəndi və mənə danışdı. Halbuki evdə gedib oturub 1 saat o qaydanın üstündə dura bilmirdi. Gəldi, öyrəndi və mənə dərsi danışdı. Valideynə dedim ki, bu uşaq bunu bacarır. Siz onun üzərində durmasanız, yəni oxumayacaq. Siz çalışın ki, onu motivasiya edici sözlərlə, ona necə deyim, maraq yaradaraq həmin dərsləri öyrədin. Məsələn, mən evdə tapşırıq verirdim, anasına da verirdim həmin tapşırığı. Anası da öyrənirdi, gedib uşağa öyrədirdi. Uşaq artıq həvəslənirdi ki, mən öyrənə bilirəm. Növbəti dərs inanırsınız, o bir uşaqlardan çox danışırdı. Çünki sualların cavabını bilirdi və özü cavab vermək istəyirdi. Artıq sevirəm ki, onda bir irəliləyiş var və irəliləyişini də ona göstərirəm ki, sən bunu bacarırsan. Və inanıram ki, ondan bir nəticə də görəcəm. Yəni, 100 bal olmasa da, bir 50 bal üstü ondan nəticə görmək olar. Halbuki o sıfırlıqdır. Yəni, bu şəkildə. Hazırlıqda da uşaqlarla məşğul olmaq üçün bunlara diqqət yetirmək lazımdır. Zaten orta məktəb proqramı ilə eynidir. Temperamentlər, şagirdlərin xüsusiyyətləri. Hazırlıqda daha çox sizin əlinizdədir. Yəni, saat məhdudiyyətiniz də yoxdur. Şagirdlə işləmək daha rahatdır. Belə. Əgər burada pedaqoji təcrübəsi olan müəllimlər varsa, onlar da öz təcrübələrini bölüşüb, bu tip şagirdləri varsa, onlar haqqında danışsalar, sevinərəm. Yəni, kim danışmaq istəyirsə, buyursun. Yəni, mən yekunlaşdırdım. Sualınız yoxdursa, buyursun, təcrübələrini bölüşsün müəllimlər. İcazənizlə mən öz təcrübəmlə də danışmaq istəyirdim. Bir dəqiqə. Demək,
Çox doğru buyurdunuz ki, bəzən elə şagirdlər olur ki, birinci özümü təqdim edeyim. Mən Qafar Süleymanov, Bakı şəhər 218 nömrəli məktəbin metodistiyəm. Biraz əvvəldə qulaq asırdım və çox doğru buyururdunuz ki, bəzi şagirdlər olur ki, onu motivasiya eləmək çox çətin olur. Həqiqətən də elədir. Çünki hər bir şagirdin müəyyən bir müəllimdən gözləntisi olur. İstər-istəməz o gözləntini müəllimdən almadıqda həmin fənnə qarşı, ümumilikdə müəllimə qarşı inamsızlıq formalaşır. Və bu getdikcə həmən şagirddə müəllimin hər bir addımı şagirddə bir qıcıq formalaşdırır və belə deyək, o həmən fəndən və yaxud da bir növ məktəbdən, tədrisdən uzaqlaşır və bir uçurum formalaşır. Buna görə bir müəllim çox böyük fiqurdur, bunları nəzərə almalıdır. Tədrisin ilk şagirdlə tanışlıqdan çox şey asılıdır. Şagird ilk tanışlıq zamanı müəyyən enerjini almalıdır, müəyyən o, belə deyək də, xüsusiyyətləri müəllimdə görməlidir. İlk tanışlıq zamanı müəllim bunu onlara ötürməlidir. Yəni, şagirdə inamı formalaşdırmaq, sevgimi formalaşdırmaq, bu tipli xüsusiyyətləri müəllim nəzərə almalıdır. Ola bilər, məsələn, biz də şəxsi təcrübəmizdə gördük və görürük ki, məsələn, şagirdlər ilk tanışlıqdır və müəllimi şagird çox istəyir. Artıq görürsən ki, bəs can yandırır, bəs belə elə. Sadəcə olaraq bu uşaq müəyyən məsələləri götürməyə gecikir. Məsələn, sinifin yaxşı oxuyanları olur. Hər zaman belə bir şey var da, sinifin yaxşı oxuyanları var, orta oxuyanları var, zəif oxuyanları var. Və sən məktəbə gəlmişsən, sinifə girmişsən və zəif oxuyan şagird sizə gözlərindən hiss edirsiniz ki, bəs o sizə o həsəd gözü ilə, o sevgi gözü ilə baxır, sizdən nəsə gözləyir. Lakin müəyyən dərsin bir həftə, 2 həftədən sonrasında yenidən sual-cavab eləyirsən və yaxud da dərsin aktivliyinə fikir verirsən, görürsən ki, o uşaq hələ o deyil, yəni digər uşaqlarla ayaqlaşa bilmir. Bu istər-istəməz həmən şagirddə inamsızlıq formalaşdırır. Bu inamsızlığı cəlb eləyə bilərik dərsimizi öyrənsin deyə. Cəlb eləmək üçün əsas məsələ nədir? Digər şagirdlərlə həmən şagird arasındakı, belə deyək, təlim uyğunluğunu gözləmək lazımdır və fikirləşmək lazımdır ki, potensial olaraq şagirdlər fərqli götürmə qabiliyyətinə, fərqli yanaşmaya, fərqli strategiyaya malikdir. Buna görə demək, metodikada belə var, gözləmə vaxtı deyilən bir şey var. Əgər şagirdə sinifə ümumi sual verirsənsə, şagirdlərə gözləmə vaxtı da verməlisən. Çünki şagirdlərin biri 3 saniyə, biri 5 saniyə, biri 10 saniyə fikirləşib cavab verə bilir. Əlbəttə ki, sinifimizin gözü dediyimiz şagirdlər, müəllimin gözündə belə bir şey var ki, sual ağızdan çıxdısa, həmən müəllimin, şagirdin əli qalxmalıdır və cavab verilməlidir. Lakin kim cavab verdisə, oldu o sinifin gözü. Məsələn, biz dərs dinləmələrdə də müşahidə aparırıq ki, müəllimlər işləyir ancaq həmən şagirdlərlə. Ki, sual verildi, şagird əlini qaldırdı, cavab verildi, növbəti sual. Məsələn, birdən yadına düşür ki, müəllimin bunlar heç suala cavab vermədi, qoy bunun da durulsun. Durulsun ki, məsəl üçün, Camal, sən bu filan sualın cavabı, Camal fikirləşir. Müəllim də gözləmək istəyir, birdən o bursu şagird deyir ki, müəllim, cavab budur. Hə, Camal, otur, hə, doğrudur. Sadəcə olaraq, müəllim nə elədi? Şagirdə, məsələn, Camala vaxt vermədi düşünməyinə. Çünki Allah onu o cür yaradıb, o biraz düşünüb, dəqiqləşdirib sonra cavab vermək ixtiyarındadır. Amma digər şagirdə, məsələn, fərqli bir
genetik quruluşa malikdir. O həmən cavab verə bilir. Camal bir dəfə, iki dəfə o müəllimin o münasibətini görəndən sonra istər-istəməz Camalda bir özgüvənsizlik yaranır və fikirləşir ki, zaten mən fikirləşmədim, məni axıra qədər dinləməyəcək, gözləməyəcək müəllim. Keçəcək həmən sinifin gözü olan şagirddən soruşacaq. Və zamanla artıq bu düşünməyi də özündən uzaqlaşdırır. Və belə-belə artıq tədrisdən uzaqlaşır. Müəllim şagirddən uzaqlaşır. Müəllimə görə artıq həmən şagird məntiqli uşaq deyil. Suallara cavab verə bilmir. Məsələn, biz gedib həmən siniflərdə oturanda görürük ki, müəllimlər xüsusi olaraq o sinifin gözü olan şagirdlərlə işləyir, digər uşaqlar nəzərdən kənarda qalır. Sadəcə olaraq həmən uşaqlara vaxt vermək lazımdır. Ümumiyyətlə, bütün sinifə sual verərkən düşünmə vaxtı vermək lazımdır. Bu çox önəmlidir. Ümumiyyətlə, bizim atalar da deyir ki, düşün, sonra danış. Yəni, düşünmək çox önəmlidir. Uşaqlara düşünmə vaxtı vermək çox önəmlidir. Yəni, bu əsas məsələlərdən birini, yəni onu götürərdim ki, şagirdlərə düşünmə vaxtı verilsin. Həmin gec götürən, tez götürən, konkret olaraq sinifdən, məsələn, sual verilirsə, 10 saniyə uşaqlar gözləyin, düşünün, dəqiqləşdirin, sonra cavab verin. 10 saniyə hər bir, 10 saniyə, 15 saniyə hər bir şagirdə bu vaxt ayrılmalıdır. Zaman-zaman istərsəməz həmən şagirdlərdə müəyyən irəliləyişlər görüləcək. Ekran Nə açıldı. oldu? Açdı. Hə. Kimsə ekran paylaşdı. Bilmirəm kimdir. Lalə xanım buradasa baxar sizə butonunuz. Belə, bu formada mənim fikrimi, yəni yekun olaraq fikrimi belə yekunlaşdıraq ki, biz müəllimlər şagirdlərə tapşırıq verərkən diqqətli olaq, onlara müəyyən vaxt verək ki, həmən vaxt ərzində düşünsünlər. Belə, çox sağ olun, təşəkkür edirəm. Mən də sizə də fəaliyyətinizdə uğurlar arzu edirəm. İnanıram ki, bu cür belə deyək də, kiçik toplantılar deyim. Bu cür kiçik toplantıların olması müəllimlərin maariflənməsinə çox kömək edir. İndi bizim əlimizin altında söz yox ki, belə deyək, müəyyən təlimlər olur. Biz həmən təlimlərdə müəllimlərlə görüşürük, öz fikirlərimizi çatdıra bilirik. Əlbəttə ki, məktəbdə işləyən müəllimlərə fikrimizi çatdıra bilirik. Amma məktəbdən kənarda pedaqoji fəaliyyətlə məşğul olan müəllimlərə əlimiz çatmır. Bu çox gözəl layihədir ki, həmən müəllimlər də istifadə edib öz pedaqoji həyatında təcrübəli müəllimlərdən bəhrələnirlər. Bu çox gözəl bir layihədir, təqdimatdır. Uğurlar diləyirəm hər birinizə. İnşallah ki, xeyirli, uğurlu olar. Çox sağ olun, minnətdarıq. Siz sağ olasınız. Buyurun, başqa sualınız yoxdursa yekunlaşdıra bilərik. Müəllimə, mən də deyim, yoxsa... Buyurun, əlbəttə ki, buyurun. Mən Kəmalə Cəfərova, Xırdalan şəhər 9 saylı məktəbdə ibtidai sinif müəllimiyəm. Elə dünən, yəni xəbərdarlıq olmadan metodist müəllim girdi sinifimə. Yəni bu il metod birləşmə rəhbəri kimi imtahandan bilirsiniz ki, MİQ-dən sonra da belə bir imtahan da təşkil etmişdi Təhsil Naziri və oradan keçmiş bir müəllim gəlmişdi. İlk dəfə o xəbərdarlıq eləmədən bir hamının dərsində otururdu ki, yəni gözlənilmədən. Və mən də 30-da kifayət qədər yaşım var deyə, elə həmişə hər gün belə deyək də müəyyən vəsaitlərimlə hər gün gedirəm. O da hər gün səndə məni izləyirmiş ki, hər gün mən 2 sumka əlavə ibtidai sinifdir, 4-cü sinifdir, mütləq onlarda dərsə cəlb etmənin daha bayaq siz dediyiniz kimi yuxarı sinif uşaqlarını işləmək bir başqa cürdür. Amma ibtidai sinif işləmək bir başqa cürdür. Birinci olan ilk gələn gündən, ilk tanışlıqdan uşaq, mən elə düşünürəm, uşaq müəllimi sevməlidir. Və bundan ötürü də nə qədər o uşaq mən şəxsən onu tətbiq eləyirəm və sinifimdəki uşaqların da bu il mən dərs dediyim uşaqlardan nə qədər ibtidai sinif müəllimliyinə qəbul olanlar var. Hətta öz məktəbimizin müəllimlərinin də evladları var ki,
bu illərdə yenə Pedaqoji Universitetinin İbtidai sinif müəllimləri neçə nəfər qəbul olub. Hə, yəni mən fikirləşirəm ki, uşaq nə olur olsun müəllimi sevməlidir. Və müəllim də yaşından asılı olmayaraq, istəyir cavan olsun. Mənim indi biraz yaşım 52 yaşım var da, belə deyək. Baxmayaraq ki, 52 yaşım var, mən heç özümü yaşlı hesab eləmirəm və çalışıram ki, o uşaqların tempinə və ritminə özümü onlara uyğunlaşdırım. Çünki mən özümü yaşlı kimi yorulsam da, neynəsəm də, yorulmuşam, qoy bir 5 dəqiqə oturum desəm, uşağı maraqlı olmayacaq. Uşağa maraqlı olmayacaq və onun dərsə olan marağı ölür, itdi, getdi. Ona görə mən həmişə çalışıram ki, müxtəlif oyunlar fikirləşirəm. Axşam gec yatsam da, nə olsa da, sabahki dərsim üçün ən azı, lap belə, ən azı heç olmasa bir oyun, qeyri-adi bir oyun fikirləşirəm. Amma bu oyun nərsini uşaq öyrənir. Məsələn, əvvəlcədən, indi uşaqlardan da kömək istəyirəm. Belə ki, əvvəlcədən tutaq ki, texnologiya fənnindən dərsi izah ediləndən sonra deyirəm ki, uşaqlar gələndə mənə rəyli kağızdan göbələklər düzəldərsiniz. Bir hissəyə deyirəm göbələk, bir tərəfinə deyirəm ki, adi şam ağacının balaca qozaları olur, müxtəlif qozalar olur. Onları rəngləyib gətirərsiniz. Uşaq bilmir onu mən neyinirəm. Deyirəm ki, sabaha məsələn bizə lazımdır da gətirin. Heç olmasa bir 10 nəfər gətirsin. Sinifin 32 uşağı var. Deyə bilmərəm ki, 100% hamı bunu əməl eləyir. Ən azından 32 uşaqdan 30 nəfəri eləyir, nə bilim 25 nəfəri eləyirsə bu mənə bəs eləyir. Mən neyinirəm? Axşamdan müxtəlif cür maraqlı suallar hazırlayıram. Sonra gedəndə onların düzəltdiklərini yığıram, deyirəm, hə, bizdən istəmişləri bunu. Güya aparıram, amma aparmıram. O göbələkləri, məsələn, rəyli kağızdan düzəltdirəndə deyirəm, alt hissəsi boş olsun. Niyə boş olsun? Ora mən o sualları salıram. Sual salıram, sonra rəngli, belə deyək də, şam ağacı qozaları, şişqaları, onların arasına qoyuram. Müxtəlif cürdə, sonra uşaqlar kim hansını istəyir götürür, kimə hansı sual düşdü, onun üzərində tapşırığı yerinə yetirir. Müəyyən kartlar hazırlayıram. Nə bilim, müxtəlif cürə zərflər hazırlayıram, cütlərlə işdə çox vaxt istifadə edirəm. Zərflərdə, zərflərin də içini biraz bəzəkli edirəm, onlara maraqlı olsun və içinə yenə də tutaq ki, elə lap kitabımızdakı tapşırıqdır, onu mən ərinmirəm. Əlimdə xüsusi, indi daha çoxdur şərait müəllimə. İndi vəsaitlər satışda istifadə etmək daha asandır. Amma əvvəllər lap çətin idi mən. İndi baxıram ki, mağazalarda hər şey var. Rəngli kartlar var. Orada yazırsan da bir dənə, yazmağa nə var ki? Bax, müəyyən orada mövzularımıza uyğun. Tutaq ki, dərslikdəki tapşırığın, tutaq ki, oradakı cümlələrə oxşar, amma dəyişirəm də cümləni, əzbərçi olmasın deyə. Dəyişirəm və cütlərlə işlə deyirəm, ikiniz bunu işləyin, görün, necə işləyirsiniz. Sonra belə çarx hazırlamışam, çarxı fırladırlar, tutaq ki, kimə nömrə neçə düşür, həmən nömrəyə uyğun dərsi götürürlər. Müxtəlif cürə o qədər oyunlar hazırlayıram, nə bilim. Amma fikir verirəm ki, uşaqlara da daha çox maraqlıdır. Adicə Azərbaycan dilindən dünən qoşa sabitli sözlər idi. Rusların bir mahnısı var, Uçet Şkole. Rus sektorunda işləyən müəllimlər də bilir bunu. Mən də onun mahnısını, minisovkasını internetdən tapdım. Orada qoşa sabitli sözləri şeir kimi yazdım. Və onları əvvəlcədən yazdım. Yazanda tez getdim qaralamadan. Sonra tez getdim onu orada atdım ki, çap eləsinlər. Elədilər uşaqların sayına görə. Gətirdim, verdim, dedim uşaqlar bir dənə mahnı öyrənəcəyik. Mən oxuyacağam, siz də sözlərini bilmirsiniz deyə bunu baxıb oxuyanda sizin yadınızda qalacaq. Həm də qayda idi, o dil qaydası idi. Həqiqətən də 3 dəfə oxuduq, uşaqlar onu elə əzbər bildilər ki, o qaydanı. O oturan metodist özü mərtəl qaldı. Dedi, ay müəllim, o hardan ağlıza gəldi? Dedim, nə bilim, fikirləşdim ki, bunu necə eləyim ki, bunlar, o uşaq qaydanı əzbərləməyi sevmir. Zaten mən özüm də heç uşaq vaxtı sevmirdim əzbərçiliyi. Sevmirdi, uşaq sevmirdi. Mən özüm də sevmirdim əzbərçiliyi. Başqa oxumaq onlara əziyyətli iş kimi görünür. Biraz o qaydanın elə bil, bizdə Azərbaycan dili qaydaları da elə yazırlar. Uşağa maraqlı gəlmir də, yorucu gəlir. Öyrənənlər öyrənir, öyrənməyənlər də qalır axı belə də bir qıraqda. Amma bunda mahnı kimi öyrənməyən də öyrəndi. 3 dəfə oxudum, mənimlə bərabər onlar da oxudular. Mahnının da musiqisi çox maraqlı idi. Bunlara da xoş gəldi. Uşaqlara zor dedim, hə uşaqlar. İndi buna aid tapşırıqlar işləyirik də. Tapşırıqları da cütlərlə işdə verdim, belə də verdim. Hə, inanırsınız ki, məsələn orada var idi səd sözü, sonra həd sözü və s. Əvvəlcədən mənim uşaqlarımda izahlı lüğət də var. Biz ondan istifadə edirik. İndi bir
Hərəsinə bir top atdım, dedim ki, sən filan sözün. Üstün topu rəngli belə, o dəniz üçün şarlar olur, şar belə. O üstünə həmən sözlərindən rəngli kağızlarda yazmışdım markerlə. Onun üstünə skoçlamışdım da. Dedim, atıram, kimə hansı söz düşsə, o sözün mənasını izahlı lüğətdə tez axtarıb araşdırsın. Bax, dərs boyu bir maraqlı, uşaqlar çox bir maraqlı, belə deyək də, öyrəndilər. Mənim özümə də xoşum gəldi ki, uşaqlar o mövzunu qəşəng öyrəndilər. Ən başda siz öz fənninizi çox sevirsiniz deyə çox gözəl bir şəkildə onu şagirdlərə təqdim edirsiniz. İstər-istəməz onlar da uyğunlaşır da sizinlə. Yəni fənni sevmək ən başlıca belə deyim də səbəblərdən biridir. Mən 10 il direktor müavini işlədim. Onda dedilər ki, direktor müavinləri sinif apara bilməz. Əvvəlcə bizə 12 saat verdilər, işləyib 12 saatdan. Sonra dedilər ki, yox, ümumiyyətlə olmaz. Ümumiyyətlə olmaz, əlavə fənn nə istəyirsiniz götürün, amma ibtidai sinifdə girə bilməzsiniz də, belə deyim. Mən onda bəlkə də inanmasın, heç kim də inanmadı. Mən onda ərizəmi yazdım, tutdum, amma sinifə qayıtdım. Demək, həm də peşənizdə olan sevgi, O, hamı məni qınadı, hamı. Mənlə bərabər işləyənlər, hamı məni ona qınadı ki, sən nə qədər əziyyət çəkirsən, nə qədər şeysən, niyə deyim, ay yox. Mən elə bilirdim ki, məsələn, mən bir sinifə girib o uşaqları görməyəndə narahat olurdum. Bəlkə də bağlanmışdım uşaqlara, yəni özümü narahat hiss edirdim. Çox gözəldir əslində bu his. Mənim ibtidai sinif müəllimim yadıma gəlir. Allah rəhmət eləsin ölənlərinizə. Müəllim hər birimizə bir peşə vermişdi. Yəni deyirdi ki, sinifin polisi budur, həkimi budur, şagirdləri elə bir adlandırmışdı da. Hər birimizə də peşəyə xas bir nəsə hazırlatdırmışdı. Yadıma gəlir, məni də həkim eləmişdi. Anama gəlib demişdim ki, mən üçün bir kitabça, nə deyirlər, bağlama kimi bir şey olur, çanta daha doğrusu. İçində tibbi ləvazimatlar, spirtdir, pambıqdır, lentdir, məsələn, bağlamaq üçün də leykoplaster, bu kimi şeylər hazırlayıb sinif üçün elə bil ki, təşkil eləmişdik. Onu sinifdə kimsə əlini kəsərsə və yaxud zədələnərsə, bu kimi hallar üçün müəllim bizə düzəltdirmişdi. Demişdi, evə gedin, valideynləriniz sizin üçün düzəltsin. Yəni, sinifin həkimi sənsən demişdi. Təsəvvür edin, 4 il, yəni biz o sinifdə oxumuşduq, ibtidai sinifdə. Mən 4 il həkim olmuşdum. Sonra məndə bir maraq yaranmışdı. Demişdim ki, mən həkim olacağam da. Məndə həkim potensialı görürdüm özümdə. Bir həvəs yaranmışdı. Yəni uşaqda bir peşəyə də həvəs yaratmaq sırf müəllimlərdən asılıdır. Həyata da həvəs yaratmaq sırf müəllimlərdən asılıdır. Təşəkkür edirəm. Sağ ol. Mən bəzən məsəl üçün olub ki, indi belə deyək də dəhlizdə gedəndə görmüşəm ki, hər hansı bir sinifdə möhkəm qışqırıq səsi gəlir. Özümü saxlayamıram. Açıram, ora girirəm. İstənəm müəllimin başını qarışdırırım ki, biraz hirsi soysun və baxıram ki, görüm o kimə hirs istəmişdi. Ürəyim qallı o uşaq, heç tanımıram ya uşaq kimdir. Ürəyim elə bir qallı onun yanında ki, ayalı, bu indi ona qışqırdığı şeylərdir, uşaqların da içində olur da, hər bir məktəbdə var bu. Hər bir iş yerində var bu. Amma məsələn, məndə ürəyim qallı onun yanında. Ona görə mən uşaqlara deyirəm ki, bax, mən insanıq da, elə moment olar ki, yüksək qızdırmam olar və yaxud nə olsa işdən qalmıram, gedirəm işə. Nə olur olsun gedirəm. Deyirəm ki, uşaqlar, bax, məsəl üçün, gəlin elə vəziyyət yaratmayın ki, mən nəyəsə əsəbləşim də. Ondan sonra mən xəstələnəcəm və siz neynəyəcəksiniz? Ona görə də elə bir şey olmalı, elə otururlar ki, bu xəstələnmə, o saat deyirlər, xəstələnəcəyim müəllimə, xəstələnməsin, sonra biz qalacağıq. Çox sağ olun. Ki, həvəslə şagirdlərinizi dərs keçirsiniz. İnanın ki, onların ümid yerisizsiniz. Yəni, gələcəkdə heç vaxt sizi unutmayacaqlar. Necə ki, biz özümüz unutmuruq öz müəllimlərimizi. Yaxşı müəllimlər unutmuruq, iş arasında pis müəllimləri də heç vaxt unutmuruq. Hər müəllimin ağzından çıxan söz belə bizim həyatımızda bir həyat boyu illərimizə təsir edir. Ona görə çalışmaq lazımdır ki, nə qəlb qıraq, nə şagirdləri incidək, nə də ki, öz müəllim metodikamızda yəni tətbiq eləməyi bacaraq da, şagirdi idarə eləməyi bacaraq. Yəni, bu əsas önəmli faktorlardan da və unutmamalıyıq ki, onlar bizdən balacadır. Yəni, onların səviyyəsi bizdən çox aşağıdır. Onların səviyyəsində davranmaq lazımdır. Anlayış göstərmək lazımdır, belə deyim. Belə. Başqa fikir bölüşmək istəyən müəllim varsa, buyursun. Ola bilər, yeni pedaqoji fəaliyyətə başlayan müəllimlər olar burada. Hazırlıq keçməyə yeni başlayan müəllimlər ola bilər. Yəni, varsa buyurun, fikirlərinizi bölüşün, danışaq, interaktiv bir şəkildə.
Varmı? Heç kimin sualı yoxdursa, Gülər xanım istəyirsiniz yekunlaşdıraq. Olar. Yekunlaşdıra bilərik. Təşəkkür edirəm Lalə xanım sizə. Çox Mən maraqlı təlim oldu. Minnətdaram. buyurun. Qoşulan hər kəsə də təşəkkür edirəm.